İslami musiqi, ilahi mövzular, qeyd etdiyiniz kimi digər adları nəşid, təvaşi kimi başqa ölkələrdə, başqa hallarda müxtəlif cür anıla bilər. Amma ilahi musiqilər İslamdan öncələrə də gedir çıxır. Yəni bu düşünürəm ki, çox adama maraqlı olar bu məlumatlar. Yəni belə bir mif formalaşmışdı qədim şamanlarda, hətta bəzən hal-hazırda bildiyimiz başqa miflərin özündə belə o ilahi mövzular yer almışdı. Qədim Misirdə hətta, yəni ərəbləşmiş Misirdən danışmıram, yəni aydındır ki, qədim Misirdən söhbət gedir. Hətta Çinin özündə belə bu şamanistlər məsələn o rituallarında Tanrı ilə arada körpü qurmaq kimi ritmləri, səslə, ritmlərlə, Allahla, Tanrı ilə bəndə arasında bir körpü kimi istifadə edirdilər bu ilahi janrı, ilahi musiqini. Və eləcə də monoteist dinlərdə, yəni tək Allahlıq dinində bu ilahi musiqi janrı daha çox vüsət alıb. Yəni xristianlıq, yəni İsəvlikdə, Müsəvlikdə və eləcə də Muhəmmədlikdə sallallahu aleyhi və səlləm. Xristianlarda bu akapella deyirik. Yəni şükür Allaha musiqiçi olduğunuza görə bilirsiniz bunu. Bu akapellalar, xorlar falan, fəsməkan, quru səslə oxumaq bu xristianlarda yəni bir artıq qaydadır. Gələnəksel bir qayda kimi formalaşıb. Onlar İncili o cür səslə oxuyarlar. Ya birlikdə oxuyarlar, içlərindən bir də məsələn İncildən xüsusi ayələri oxuyar, o xorda onlara kömək olar, yaxud ondan sonra başqa bir ilahilər başlayarlar oxumağa. Və həmçinin İslam dininə mənsub olan İslam coğrafiyasında da bu qeyd etdiyiniz kimi ilahi mahnılar xüsusi bir yer almış bir janrdır. Xüsusən də hələ bir adını çəkdiyimiz qədim Misirdən dönürük artıq bu 1450 ildən sonraki Misrə, yəni indiki olan Misrə qədər gəlirik, yəni ərəbləşmiş Misir. Nəşidin, təvaşin adı gələndə hamımızın gözünün önünə Misir gəlir. Necə ki, Quran qiraəti deyəndə məktəb olaraq Misir gəlir və eləcə də ilahi janr deyəndə, ilahi zikirlər deyəndə Məlikəl mulku fi yədeykə qiyəmi. Yəni bu ilahi janrlar Allahın adları ilə zikir olan Əsmaül Hüsna, ya İmam-ı Rusliyə sənə, bunların çoxu, yəni hamımız bildik ki, Misir bu yolda xüsusi bir məktəb kimi formalaşıb.